qəlbinə toxunan sözlər axtarırsansa, bu kitab sənin üçündür. Ruhunu sakitləşdirən, qəlbini Allaha yaxınlaşdıran bir yol. Hər səhifəsində bir duyğu, hər sətirdə bir hikmət. Ruhunun səsini dinlə. Ruhumun tək eşqi Allah ilə. Bu kitab sadəcə oxunmur, hiss olunur. Daxili sükut, iman və sevginin sözlərə çevrilmiş haldır. Əgər həyatın səs-küyündə itmisənsə, bu kitab sənə sakit bir liman olacaq. Ruhunun dərinliyində gizlənən suallara cavab tapmaq istəyirsənsə, bu kitab sənin yol yoldaşın olacaq. İndi əldə et və ruhuna bir hədiyyə ver. Sən də bu duyğunu yaşamaq istəyirsənsə, gecikmə. Say məhduddur. İlk oxuyanlardan ol. Bəzən sözlər kifayət etmir, amma bu kitab hiss etdiklərini ifadə edir. Ruhumun tək eşqi, Allah, qəlbdən gələn qəlbə toxunan bir əsər. Özün üçün və ya sevdiklərin üçün ən mənəvi hədiyyə.